Değerli Avtoamerika saytının izleyicileri, her birinizi yeniden salamlayıram. Hoş gördük. Bugün sizlere Kia Optima tezlikle aksiyonda oynayacaq Kia Optima təqdim edirəm. Buyurub baxa bilərsiniz. 2019-cu il 2.0 turbo avtomobilin gördüyünüz kimi arxa buferində yüngül zədəsi var. Buferi salamat şəkildədir. Stopları da salamat şəkildə, indi şəkildə göstərəcəm sizlərə. Avtomobilimiz 2.0 turbo benzindir. Buyurun baxın. Yüngül arxa buferində zədəsi var. Tezliklə aksiyonda oynayacaq. O yüzden tələsin almaq istəyənlər bizlərə müraciət etsin. Bu avtomobil hakkında geniş informasiya verək. Gördüyünüz kimi arxa buferi də salamat şəkildə yüngül toxuntusu olubdur. Stopları salamat şəkildə yanındadır. Avtomobilimiz sinifinin full versiyasıdır. SXL-dir. 2.0 turbo motor benzindir. 103.000 mildən yol gedibdir. Bu da təxminən 165.000 kilometr edir. O yüzden avtomobil qalan funksiyaları salamat Carfaxi yoxlanışdan keçirilibdir. Heç bir əlavə bundan öncə zədəsi falan olmayıbdır. Dostlar, onu da xatırladım ki, istədiyiniz avtomobili bizim vasitəmizlə əldə edə bilərsiniz. Gördüyünüz bu avtomobildə tezliklə aksiyonda oynayacaq. Görürsünüz, 103.000 mildən yol qət etmişdi. Avtomobilimiz təmiz 2018-ci il çıxacaqdır. Hal-hazırda bir kasını görürsünüz. 2018-ci ildir. 19 orada satış olubdur. Dostlar, bu avtomobil hakkında bu kadar. Kimə ehtiyacı olsa buyurub bizə zəng və ya Avtoamerika saytı vasitəsilə əlaqə saxlayıb bu avtomobil hakkında geniş informasiya ala bilər və canlı aksiyonda özünüzdə iştirak edərək bu avtomobili əldə edə bilərsiniz bizim vasitəmizlə. Hər birinizə təşəkkür edirəm. Videoya baxdıqsa bəyənib paylaşmağı unutmayın. Onu da xatırladım ki, Koreya, Amerika, Almanya və digər ölkələrdən, hətta Çindən avtomobil sifarişi bizdə mümkündür.